Değerli məsələn, değerli soydaşlarım, bütün kanallarda baxırsınız ki, hamınız, hamı yəni çox adam var, hökumət tərəfdən olan adamlar, Tahir İldiz bilməyənlər də olubdu, sonra düzəldirlər səhvlərini ya bilmədiklərini, anlamaq olur onları. Amma Tahir İmanovun, yəni qardaşı Cabir İmanovun ölümü iqtidar müxalifət savaşına səbəb oldu və Tahir İmanov alçağın, cındırın çıxıb danışmağı daha da müxalifət cəbhəsini qıcıqlandırdı. Evet. Bu adam tarix boyu bütün video görüntülərdən də görünür ki, adam döyübdü. İndi çıxıb deməli idi ki, bunun günahlarına görə üzr istəyirəm, mən bağışlayın. Allah kessin günahlarına. Allah kessin günahlarına. Bunun belə iş olubsa da yardımsevərliyi də olubdu. Xalqın nə bilim, nə eləyib, Qarabağla 44 günlük savaşda bunu eləyib, ya şəhid ailəsinə bunu eləyib, hər nəysə. Bağ ev var idi, Novostroyk evi var idi, xarici maşınları, nə bileyim, bahalı həyat tərzi yaşayırdı. Amma elə demədi. Bir paltarları. Amma elə demədi, bir köynəyi ikinci dəfə geymirəm, bir kostyum şalvarı ikinci dəfə geymirəm. Sənin doğan ananın ağzına verim mən. Nətər mən bir köynəyi 3 ildir geyinirəm, səndən nəyisi yoxlana mən. Sənin arvadının ağzına itəliyim, mən səndən nəyisi yoxlana mən bir köynəyi 3 ildir geyinirəm, ha. Cındır oğlu cındır, İlhamın da arvadına soxum. Sənin cındır oğlu qəhbənin doğduğu nətər olur, mən bu dəqiqə mənim sürdüyüm maşın 1000 manatlıq maşındır. 1000 manatlıq maşın sürürəm. Bax, Eşət, yalan deyirəmsə, desin ki, yalan deyirsən. Eksporta gedən maşındır, yəni o 1000 manatdan artıq olamaz. Bir iki tanışlar dedilər, onu aparıb eksporta verin, geçsin. Yəni, bir eksporta ən baha 1000-ə gedər də, 600-700'lükdür, o da eləyir 1000 manat. Xeyr ola. Xeyr ola, bu kimdə İlhamın Petov oğlu, Əlin Ağayev, buradan sağ deyirəm, oğraş. Buradan Vilayət Eyvazov sağ deyirəm, buradan nazirlər sizə deməz. Xeyr ola, mən sizdən üstün canımı qoymuşam bu ölkədə. Erməni mənim başıma pul qoyubdur. 3 dənə erməni zabitini öldürmüşəm. Yaşar Aydəmirov, Allah şahidi. Həmzəyev onun köməkçisi o vaxt ki, Allah şahidi. Ən yüksək zirvəni Lələtəpədən qabaq... Tohumlarına güllə atmışam, ona görədir. Lələtəpədən qabaq ən yüksək zirvəni mən almışam. Sərdardan, Devlət Abdullayevin odur, bax, oğlu da gecə-gündüz İlham deyir, hər nəysə. Onun tabiçiliyində olan bölük komandiri olaraq. Xeyr ola, bax, necə? Mən 1000 manatlıq maşın sürməliyəm, göt uşağı, siz 1 milyonluq maşın sürməlisiniz. Göt uşağı, göt. Mən Almaniyada kirədə, sosialda oturmalıyam, kirədə qalmalıyam. Bir qarar, birini alanda o birisini alamıram, uşağı ağlaya-ağlaya tükəndən çıxartmalıyam. Sizin ölünüzü dirinizdən ağzına geyindirim, sizin namusunuza soxum mən. Siz istədiyinizi yiyib, istədiyinizi geyməlisiniz. Xeyr ola da çıxıb deyir ki, Mehribana təşəkkür edirəm İlhama. Bir dəfə də xalqa təşəkkür elə də mənim qardaşımı xalq sevirdi, mənim qardaşıma xalqın rəğbəti var idi, mənim qardaşımı uzaldan sevən, bu sevgiyə, bu nə bilim nəyə qaldıran xalq oldu. Belə də deyirəm də, buradan deyirəm, Tahir İmanov və Cavid İmanov sizi sevənin var yoxunu sikim. Vəssalam. Kankısa sizi sevən ana bağışsına soxum, sizi sevən ölüsünə, dirisinə soxum, sizi sevən arvadına, uşağına soxum. Oğraşlar, bəsdirində bizi qırmısınız, məni gəlirəm sizə. Cındırlar, kimsənə açqinlə vurub gözünə, güya alimdə. Tahir İmanov, pus sənin namusuna tüpürüm. Pus sənin şərəfinə tüpürüm. Oğraş, sən kimsənə deyir, mənim qardaşıma borcu olanı. Borcunu qaytarmayanı var yoxuna soxum. Borcunu qaytarmayan ana bağışsına soxum. Davay. Zəki bəy efirə qoşuldu. Bir adamın 2 qıçasını qırıb sənin qardaşın. Protezdir. Qışlarını qaytar, qışlarını kəs qaytar. Davay, o da cəmaata atası bir şillə vurmayan adamlara sən qardaşın necə təpkilər vurdu, necə yumruqlar. Davay, Avropada olsaydı şillənin biri yarım milyon idi. Davay ödə. Davay ödə. Cındır oğlu. Davay, ödə bax, prezident aparatının qarşısıdır. Deyirsən, Allah prezidentimin canını sağ eləsin. Prezidentimin lişlərlə verir. Sən qardaşın üzə duran oğraş olub da, bu da dindarlar paylaşıb, bu da elə adam da öyle, bunlar Azərbaycanla paylaşırlar. Mən bunu istəmədim bura qoyam. Bunlar bir sənədir, İran sevənlərdir. Sabahsı günü onlara qarşı çıxanda deyəcəklər, gah tərifləyir, gah neynir. Sən qardaşın
Cabir İmanov üzə duran olub və üzə duran oğraş olubdur. Götür oğlu göt. Bu da mənim qardaşımdır, bax. 2 metr Qarabağ, neçə santim boyu var. Qarabağ qazisi olub, bütün Bakı tanıyıb. Bax. Pasportunda 2 metr yazılıbdır, baxın. Baxın, Qarabağ qazisi qardaşım olubdur. 10 illik dünyasını dəyişib, o uğraş. Mən qardaşımın, Qarabağ qazisi qardaşımın məzarını ziyarət eləyərəm. Çındırlar. Saçım saqqalım ağarıb. Analizə qanını gətirmək istədi. Öldürüblər İlham Əliyev qanını. Qanını sumkada, samolyotda uğurladılar. Samolyotda. Sındır. İndi biz canımızı qoymuşuq ki, sizin kimi klonlar, aktyorlar orada götə girəsiniz. Allah prezidentimizin canını sağ eləsin. Qarabağ qaytarıb. Gicdollah İlham Əliyev Qarabağ qaytarıb. Qandon. İlham Əliyev səni kimi arxa cəbhədə belə götünü vurdururdu. İlham Əliyev Qarabağda olub. İlham Əliyevin deyənə kimi o uğraş bir dənə şəhidin cənazəsində iştirak eləyib. İlham Əliyevin deyənə kimi 140-dan çox qazi intihar elədi baxımsızlıqdan. O cırıq mehriban bir dənə qazi haqqında deyirdi, qazilər mənim qardaşımdır. Bir dənə qaziyə başsağlığı verib ki, Allah rəhmət eləsin, qazi intihar elədi. Qəhbə mehribanla uğraş İlhama sizin kimi qandonlar lazımdır bəs. Bu hakimiyyəti ayaqda saxlayan İlhamla Mehribanı ayaqda saxlayan səni kimi cındırlardır və götə girilməklə məşğul. Təsəvvür eləyin ki, Elşad qardaş, təsəvvür eləyin ki, İqbal Ağazadə mənim hörmətim yox idi. Biraz incikliyim var idi. Çox savadlı adamdır, çox zəki adamdır. Azərbaycan xalqına gələcəkdə çox fayda verən insandır İqbal Ağazadə. İnan Allah, hakimiyyət kanalları hamısı onun haçansa bir söz deyib onun barədə. Hakimiyyət kanalları hamısı onun üstə düşdü. Nə bilim, neynədilər, qohumlar, hökumət birləşdi, onu çıxartdı ki, efirə üzr istəsin. Ala bax gör nə dedi. Ala bax gör nə dedi. Bax göstərirəm sizə. Hamısı birləşdi, çıxartdı ki, onu üzr istəsin. Nə idi? Deməli, görün nə dedi qardaşlar. Baxın. Dedi ki, mən sözümü demişəm dedi. Ala. Mən dedi, sözümü demişəm dedi. Bugün haradaydı bunun çıxışı, haradaydı? Götün biri götsən, qardaşımla yaşıdamı, bir dənə mənim icma façonuma 49 yaş məndədir, 49 yaş Cabirdə idi. Bütün günü yiyib içib belə darmayet kimi DTX-nın polkovniki, bahalı maşın, bahalı restoranlar, bahalı əymaş, cındır. Və Qarabağda haradaydı, mən sənin qardaşımı görmədim. Nə səni gördüm, nə Cabiri gördüm. Harada vırdırırdınız? Aktyorluq eləyirdiniz, münafiqlik eləyirdiniz. Münafiqlərin yeri də bəllidir. Aktyor nə deməkdir? Münafiqdir. Elə İlham da münafiqdir. Elə İlham Əliyevin atası Heydər Əliyev də münafiqdir. Aktyorluq eləyiblər. İndi İlhamın qızları da aktyorluq eləyir də. Leyla ilə Arzu. Gedirlər, ağaca çərkinirlər. Yalandan gedirlər, uşaq qucaqlayırlar. Hansı ki, uşaq pulu vermirlər. Münafiqdirlər də bunlar. Siz də münafiqin ordususunuz da. Münafiqlərsiniz. Tahir İmanov, arvadı Soska. Arvadı Soska. Tahir İmanov, bax, Qarabağ döyüşçüsü olubdur. Qarabağ döyüşçüsü olubdur. Sənin qardaşınla eyni yaşdadır. Hani siz deyirsiniz, devlətçilik, İlham, Mehriban, devlətçilik deyən oğraş, Qarabağ döyüşündə iki qardaş ikinizdən biriniz niyə cəbhədə deyirdiniz? Ay sizin arvadı uşağınızın ağzına itəliyim, niyə biriniz cəbhədə deyir? Niyə indi hamınız dövlət işçisi olmuşsunuz? Elə dövləti biz idarə eləyərik. Qarabağda olanlar. Mən büyündən İqbal Ağazadəyə hörmətim artdı. Buradan da deyirəm. Bir dənə o şəhid qızızad məsələsi o vaxt ortaya çıxmışdı, ona görə incimişdim. Zaten İqbal Ağazadəni mən hər zaman çıxışlarını efirə vermişəm. Və İqbal Ağazadəyə buradan təşəkkür edirəm. İndən sonra da mən prezident olsam belə onun bilik və bacarığından istifadə edəcəyəm. Halal olsun. Onu nə qədər baskı elədilər, onu efirə çıxartdılar. Amma o nə desə də dedi ki, mən sözümü demişəm. Ala baxaq. Mədəniyyət Nazirliyi Ziyalı adı ilə. Bunun səsi elə yavaş çıxır. Ziyalıları çıxardığında bir baxmalıdır. Bu 2018-ci il. Səsini ver ona. Yuxarı qaldır. Yəni o xüsusda danışmışdınız siz. O xüsusda danışmışdınız. Mən xatırlayıram, onlar hətta babaların adına küçə plan istəmişlər. Həmin şeydə. Və mən o dövr idi ki, Cabir İmanov rəhmətliyim mənə cavab vermə imkanı var idi. Vermədi. Yox, cavab vermə imkanı var idi və mən danışıyorum. Cabir İmanovun mənə cavab vermə imkanı olmayandan sonra nə danışım? Niyə danışım? Nədən ötürü danışım?
Mənim tərbiyəm onu deyir. Dünyasını dəyişən haqqında. O Gərək mən danışmayacaqsın. Çünki o haqq dünyasındadır, bizim haqq dünyadayıq. Allahın dərgahında hər sualında Cavab var. bu mənim yenə deyirəm, yaşam tərzimə, tərbiyəmə, xarakterimə uyğun deyil. Və bugün də israrla deyirəm. O zaman idi ki, cavab vermə imkanı var idi mənə və mən mövqeyimi açıq ifadə etdim. Uzun sözün qısası bir, mənim mikrofonumun biri xarabdır. Mən belə tutanda da Elşad bəyin qarşını kəsirəm. Yəni mən deyir ki, burada mən sözümü demişəm, sözümün də üstünə dururam ki, o bəli, kör gör kasetlər Həm də var. sözündən belə çıxır ki, indi ölüb mən onu dalınca demək Hə, istəyirəm, onda tamam. cavab vermək istəyirəm. Az. İmkanı var idi. İndi cavab vermə imkanı yoxdur. Deməyək ki, bu 2003-də adamları döyübdü. Deməyək onu. Deməyək ki, bu günləri onun qardaşı İlham Əliyevə dövlət deyir, Əlin Ağayevə dövlət deyir. Onu deməyək. Gözümüzün qabağındadır da. Bildim, bəlkə Elşad qardaş, yəni dəyərli vətəndaşlarım, bu Cabir məsələsini biraz toparlayaq, keçək qiyməti artımına. Çünki bu canlılar ölüb coruna itəlir. Nəysə, belə Ölüb bir coruna, ruhuna soxum. Ruh deyirlər Allaha məxsusdur. Mən də Allaha məxsusam. Mən Allah yaradıb, səni hamımız Allah yaradıb, hamımız Allaha məxsus. Ay kişi, bilirsiniz nədir? Bilirsiniz nədir? Xalqdan böyük güc ancaq Allahdır. Xalqdan böyük güc ancaq Allahdır. Xalqa yumruq təpi atan uğraş, anası bağışlı dombaldırmalıdır. Ruhu qəbri söyülməlidir və nəcis tökülməlidir. Və salam, bunun başqa nə isə yoxdur.